videoma hoş gelmişsiniz. Bugün sizinle bir yerde derslerden vlog çekeceğim. Vlogun içerisine demeler ki bütün fenler dahildir. Bütün fenler dediğim ne? Yani sabah olan fenler. Burada barınma düşetimin, kreyin kapalı kesip neyse. Deməli, sabaha ne var? Hamısını deyim size bir. Riyaziyyat, Azərbaycan dili, informatika, İngiliz dili, fizik tərbiyə. Fizik tərbiyə var 4-cü saat, İngiliz dili 5-ci saatdır. İstəyirəm birinci riyaziyyatdan başlayam. Və uşaqlar, bugün belə bir şey eləmək istəyirəm. İstəyirəm vlogumun sürəsini arttırım. Yəni necə arttırım? 10 dəqiqə olmayacaq. Bilirəm ki, bu vlog 10 dəqiqə olmayacaq, amma 8 dəqiqə falan belə uzun vloglar çəkmək istəyirəm. Çünki daha çox uzun vloglar izlənir. Və yəni bilmirəm soruşmusunuz ya yox, yorumlara çox baxmamışam son zamanlar. İstəyirəm belə bir video da çəkim. Yəni videolarımı harda və necə editləyirəm. Onun haqqında video çəkmək istəmirəm, belə danışmaq istəyirəm. Videolarımı normal kamerada çəkirəm. Üzümə emojini, sonra emojini necə qoyuram, videoları necə kəsirəm. Bunların hamısı da öyrənəcəyik bu videoda. Baxın, ilk öncə bu proqramdan istifadə edirik. Baxın, bu InShot proqramının adı InShotdur. Bəzən bundan, bəzən də baxın bu CapCut proqramından istifadə edirəm. Amma yəni inanın çox vaxtı InShot proqramından istifadə edirəm. Çünki həm səsimə effekt də qoyuram oradan. Yəni belə. İstənsə əgər shorts kimi, yəni shorts videosu olaraq nə formada, necə videoların ortalarından kəsimlər edirəm, bunları da göstərə bilərəm. Üzümdə emojini, sonra bulurlaşdırma falan, necə hərəkət etdirəm, bunu da deyərəm. Neyse uşaqlar, çox danışdım. Bu video 2 dəqiqə 15 saniyəni keçir. İndi mən gedim, kitabımı, dəftərimi gətirim və dərs çalışma vlogumuza başlayaq. Dediğim kimi uşaqlar ilk öncə riyaziyyatdan başlayacağım. Riyaziyyat kitabım. Dəftərimi də çıxardım. Ümumiyyətlə, riyaziyyatla bağlı dəftər, kitab, qələm qabı ümumi çıxardıb gəlirəm. Bəli uşaqlar, kitabımı, dəftərimi, qələmimi, üstüqamı falan gətirdim. Gəlin yazmağa başlayaq. Riyaziyyatdan dərsimiz asılı olan və asılı olmayan dəyişənlər idi. Gəlin bunu birlikdə yazaq və əgər mövzuların izahını istəyirsə, yəni mən bu dərsləri çox asan başa düşürəm. Riyaziyyat dərsini ümumiyyətlə sevirəm, həm də çox asan başa düşürəm. Əgər istəyirsə, aşağıda kommentlərdə bildirməyi unutmayın. Mən də sizə izahını çəkeyim. Hansı mövzu istədiyinizdə oraya yazın bu arada. Hər şeyimi gətirdiyimi kanıtlamaq üçün gəlin sizə qısa bir dənə tur çəkim. Başladım yazmağa, buraya yazaq, evdə.
Uşaqlar, riyaziyyatı bitirdim. 5 tane misal var idi. Zarafat edelim bu arada. 7. misal da var idi. 7'ni yazdım, bitirdim. Onu yazdım, açık videoya çəkməmişəm. Hə. İndi mən gedirəm hansı yazmağa? Azərbaycan dilini yazmağa. Uşaqlar, artıq Azərbaycan dilini çıxartdım. Sizə də belə göstərim. Baxın. Belə tutum telefonu. Baxın, budur misalım. Bilmirəm, görünür ya görünmür. Budur, aha. Bunu yazacağım dəftərimə. Yazım gəlirəm. Uşaqlar, indi yadıma düşdü ki, bu bir dərs çalışma bloqudur. Dərs çalışma bloqunda nə olur? Yəni yazdıqlarımı sizə göstərməliyəm. Mən necə yazıram, nə cür yazıram və s. Yəni ona görə kameranı açdım. İndi göstərəcəm sizə necə yazıram və hansı tapşırığı, nə formada yazıram, o da var. O zaman keçək. Azərbaycan dilində yazdım, bitirdim. İnformatikadan dərsim yoxdur, öyrənməyə təkrardır. İngilis dilindən də yazım yoxdur. Onun üçün gəlin sağollaşaq. Bugünkü vlogumuz bu qədər idi. Videonu bəyəndinizsə kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Sağ olun.